Saatlarımız 17:00 göstərir və Kanal S-də eşitməyən qalmasın verilişinin vaxtıdır. Bizə baxanlar, vaxtınız xeyir olsun. İnanıram ki, bugünkü efirimizdə də bizə baxanlar efirimizdən böyük bir zövq alacaqlar. Çünki verilişimin maraqlı və dəyərli qonaqları var. Həm maariflənəcəksiniz, həm də musiqili qonağımız var ki, gözəl ifalar və açıqlamaları eşidəcəksiniz. Odur ki, vaxt itirmədən ilk qonağımın yanından sizi salamlayıram. Bərabərlik dəyərli dostlar və efirimin dəyərli bir qonağı var. Təqdim etmək istərdim. Belə ki, FM Network MMC-nin rəhbəri Firuz Məhərrəmov bizimlə bərabərdir. Xoş gördük Firuz bəy. Xoş gördük. Buyurun, siz də bizə baxanları salamlayın. Mən də salamlayıram, sizlər də salamlayıram, tamaşaçıları da salamlayıram. İnşallah ki, bugün maraqlı bir həmsöhbət olaraq sizinlə. Bugün biz danışırıq şəbəkə biznesindən. Şəbəkə biznesi nədir Firuz bəy? İstərdim ki, bizə baxanlara bunu yaxından bir təqdim edək. Birinci növbədə hal-hazırda gündəmdə aktual olan bir mövzuya, yəni şəbəkə biznesi mövzusuna toxunduğunuz üçün sizlərə təşəkkür edirəm. Şəbəkə biznesi nədir? İstehsalçı və müştəri arasında rol oynayan bir biznes modelidir. Yəni insanlara sərbəst şəkildə həm müştəri olub, həm də əlavə gəlir qazanmasına şans yaradan bir biznes modelidir. Və şəbəkə biznesinin kökü 47-ci illərin sonlarına dayanır. Təxminən 49-cu ildə Karl Reyenborg adlı bir insan özü bir multivitaminlər və s. dərman preparatları icad edib, kəşf edib və bunu satmaq üçün belə bir yola əl vurub. Məsələn, öz tanıdığı insanlara deyib ki, siz bunları satış eləyin, tövsiyə eləyin. Məhsulların satışını. Bəli, digər insanlara tövsiyə eləyin. Oradan sizin tövsiyənizə görə gələn müştərilərdən mən sizə əlavə gəlirlər verirəm və bu bir müddət sonra artıq çevrilib yeni şirkətlər yaranmağa başlayıb və 90-cı illərdə biraz zəiflik gedib şəbəkə biznesində və hal-hazırda da aktivdir və dünyada 100-dən yuxarı şəbəkə biznesi, qanuni şəbəkə biznesi şirkətləri var. Amerikada hər il ən azı 70-100-ə yaxın insan şəbəkə biznesi vasitəsilə hətta milyonçu olur. Azərbaycanda da kifayət qədər növləri var, bunlar haqqında ətraflı danışırıq. Ölkəmizdə maraq varmı bu biznesə? Təbii ki, maraq var. Ölkəmizdə çox maraq var belə biznesə. Çünki insanlar hamı istəyər işindən əlavə bir işlə məşğul olsun. Yəni sərbəst işdir, belə başa düşürəm. Tam sərbəst bir biznes modelidir. Hər bir insan öz işi ilə paralel bundan da məşğul olub əlavə gəlir qazana bilər. Amma bəzən ölkədə nə qədər buna belə deyək, maraq olmasına baxmayaraq, bundan fürsətdən istifadə edən sistemlər də var. Bu nədir? Məsələn, bunlar nə edir? Gör ki, insanların marağı var, hamı istəyər ki, əlavə gəlir qazansın. Bu fürsətdən istifadə edib yatırım elə, çox qazan. Daha nə qədər çox pul qoysan, o qədər çox pul qazanarsan ideyası ilə insanlara toxuna bilməyəcəyi, belə havada olan xəyali bir məhsulları təklif edir və əlbəttə ki, insan şirinlikləşir və bir müddətdən sonra görür ki, gözlədiyi kimi deyil və başlayır şəbəkə biznesi haqqında pis düşüncəyə. Amma burada şəbəkə biznesinin heç bir günahı yoxdur. Burada o şirkətlərin, sistemlərin günahı var. Ona görə mən dəfələrlə insanlara tövsiyə eləmişəm kütləvi informasiya vasitələri vasitəsilə ki, belə bir biznes modelləri təklif olunanda ətraflı araşdırsınlar. Yəni şəbəkə biznesi pul xərcləmə biznesi deyil, pul qazanma biznesidir. Şəbəkə biznesindən hər hansı bir məhsulu, indi baxır hər hansı şirkətin təklif elədiyi öz məhsulu var. Ömründə bir dəfə aldın, şirkətin biznes planına uyğun işlə. Amma deyirlərsə ki, nə qədər çox pul qoysan, o qədər çox pul qazanarsan, dərhal o sistemdən uzaq qaçsınlar. Firuz bəy, bu iş sərbəst işdə, yəni öz müdürün həm özün olsan, həm də işçi özün olsan, bu işin digər işlərlə nə kimi üstünlükləri var? Yəni, belə deyim də, 9-dan 6-ya gedib işdə oturmaq işləri var. Onunla nə kimi fərqi var? Bax, özünüz dediyiniz kimi, yəni birinci növbədə sərbəstlik. Yəni, insan özü öz işinin müdürüdür. Yəni, dediyim kimi, bəzi insanlar var ki, əksər insanlar bunu part-time işləyir. Bəzi insanlar var ki, full-time işləyir. Yəni, bütün vaxtını sərf edir. Bütün vaxtını sərf eləmək də boşuna vaxt sərf eləməkdən söhbət getmir. Yəni, savadlı şəkildə biznesi öyrənmək, burada necə işləmək lazımdır, necə olsa inkişaf eləyərəm, yəni qaydalarını öyrənməlidir. Hər bir işin öz yolu olduğu kimi şəbəkə biznesində öz qaydaları, öz treninqləri, öz təlimatları var. Bu işdə kimlər məşğul ola bilər? İstənilən insan, 18 yaşdan yuxarı istənilən insan bu bizneslə məşğul ola bilər. Yəni, belə bir vaxt məhdudiyyəti yoxdur. Və belə deyək, məsələn, mən öz şirkətimizdən biraz bəhs edeyim. Yəni, FM Network MMC-də isə tam fərqlidir. Burada bütün şirkətlərin, indiyə qədər Azərbaycana gələn bütün şirkətlərin tam tərsi necə? Bu, məsələn, indiyə kimi biz şəbəkə biznesini tanımışıq, ya Çindən gəlib, ya Türkiyədən, Qazaxstandan, hansısa bir ölkələrdən gəlib tanımışıq. Bu isə Azərbaycanın ilk yeganə network marketing şirkətidir. Yəni, bizim sırf Azərbaycanın özündən start götürüb və hal-hazırda dünyada bir 10-a yaxın ölkəyə çıxış edib. Təsəvvürün vaxt var idi, bizdən pul gedirdi, oradan bizə məhsul gəlirdi. İndi isə o ölkələrdən bizə pul gəlir, bizdə də oradan məhsul gəlir. Bizim hal-hazırda öz brend məhsullarımız da yaxın zamanda gəlir ki, burada hətta mən təkidlə bunu bir vətənpərvər olaraq istəmişəm ki, məhsulun instruksiyasında belə, məhsul haqqında məlumatda
mütləq Azərbaycan dili, Azərbaycan bayrağı olsun. Yəni bu başqa ölkələrə Azərbaycan brendimiz olsun. Bəli, Azərbaycan şirkəti kimi tanınsın. Niyə ki, həmişə başqa yerlərə işləmişik. Biraz da onlar bizim sistemi tanısın. Zaten Azərbaycan hər şeyə görə tanınır. Qoy şəbəkə biznesinə görə də tanınsın. Bu şəbəkə biznesi ilə xanımlar daha çox məşğul olurlar yoxsa bəylər? Burada mən belə deyərdim ki, 50-50-yadır. Daha çox xanımlar üstünlük verirlər. Niyə? Çünki xanımların belə deyək 70% hazırda evdar xanımlardır və onlar da istəyərlər əlavə gəlir qazanmağı. Onlar daha çox istəyirlər. Bəylər zaten başqa bir işlərdə işləyirlər, olan vaxtlar az olur. Amma baxmayaraq mən hal-hazırda sistemdə ümumi statistikaya baxanda hardasa 60-ın 40-a görürəm ki, yəni düzdür, xanımlar üstünlük təşkil edir, amma bəylər də yetərincə kifayətli belə deyək ciddi yanaşanları var. Normal gəlir qazananda var. Ola bilər ki, bizə baxanlar vurğulaya bilərlər ki, məsələn, hər hansı bir işə daxil olanda gedirəm və ay sonu oradan əmək haqqımı əldə edirəm. Bu biznesdə ola bilərmi ki, yəni əmək haqqı əldə etməsin, yoxsa bu qeyri-mümkündür? Baxın, belə bir şey deyək. Ümumiyyətlə, satış sistemində hər bir adam şəbəkə biznesi şirkətdən asılı olmayaq üzv olanda özünün bir şirkətini yaratmış kimi bir şey sayılır. Məsəl üçün deyək, sizin bir geyim dükanınız var. Həmin geyim dükanında əgər bir ay ərzində heç bir mal satılmayıbsa, siz oradan gəlir qazanmayacaqsınız. Bu normal bir şeydir. Yəni, şəbəkə marketinqində fiks maaş deyə bir şey yoxdur ki, bunu qazansın. Qazana da bilər, qazanmaya da bilər. Yəni, buna kimsə zəmanət verə bilməz. Heç bir ticarətdə zəmanət yoxdur. Yəni, bu əvvəldən deyilir də. Bəli, bütün şirkətin öz ofislərində, onlayn olanda, onlayn treninqlərdə biznes plan hətta şirkətin rəsmi sosial şəbəkələrində də paylaşılıb 7 dəqiqəlik bir videodur və orada göstərilir. Sən bunu etsən, bunu qazanacaqsan. Misal üçün tutaq ki, 2 mal satışını eləsən, kiməsə tövsiyə eləsən, onlar həmin o məhsulu alsalar, sən qazanacaqsan. Olmasalar canın sağ olsun, sənin itirəcəyin bir şey yoxdur. Ömründə bir dəfə evdə hər hansı bir əşya almısan, bu qədər sadə. Və vaxt məhdudiyyəti yoxdur. Məsələn, bəzi şəbəkə şirkətləri var ki, onlarda məhdudiyyətlər var. Məsəl üçün, bir ay ərzində bu dövriyyəni eləməlisən. Ya eləməlisən, ya da özün təkrar mal almalısan. İnsanlar da qazanmaq üçün, çəkdiyi əziyyətə görə o dövriyyəni eləyə bilmir, öz alır, yığır evə məsələn məhsulları 300 manatlıq, 500 manatlıq məhsulu, məcburdur bunu satsın, sata da bilmir, ondan sonra başlayır ki, şəbəkə biznesi pisdir. Yəni, burada günah nə insanlarda deyil, burada günah şirkətlərin yaratdığı strategiyalardır. Onlar gücü veriblər, ancaq mal satılsın. Amma şəbəkə biznesi ondan ibarət deyil axı. Və mən bir də deyərəm, bu şəbəkə biznesində danışıq da önəm rol oynayır. Danışıq lazımdır ki, mütləq müştəri ilə də belə deyək, kontakt olmağa görə. Belə deyək, ümumiyyətlə, bütün ticarət sferlərində danışmaq lazım. Ümumiyyətlə, bütün işlərdə danışmaq lazım. Amma burada daha çox malı təqdim etmək, məhsul təqdim etmək. Malı yox. Əgər biz malın üzərinə köklənsək, malı təklif edək, onda biz mal haqqında misal üçün deyirəm, Tozsoranın 20 cür növü var. Onun vatı, şinoru, nə rəngli, motoru, nə bilim, o bu uzanacaq. Bir də var ki, biz biznes planı təklif edirik insanlara, malı təklif edirik. Zaten bu malı bir dəfə alacaq. Bu evinə nə çatmır, onu al. Mən ona biznes planı tanıtmalıyam. Əslində bunun üzərindən qurulmalıdır və bəli, siz dediniz ki, elə şirkətlər var ki, onlar malın üzərinə köklərir, insanlar ancaq başlayır malın tərkibində qeyri-adilik, nə bilim, bu hansısa dağlardan yığılıb, buzlaqlardan çıxıb, nə bilim, belə şeylərə ehtiyac yoxdur ki, şəbəkə biznesi əslində bu demək deyil. Şəbəkə biznesi. Firuz bəy, bir dənə mənə nə maraqlıdır, bizə baxanlara da, ümumi olaraq hər hansı bir səhifədə istənilən bir şirkət adı çıxanda sosial hesabda çıxır da, insanlar necə olsun ki, aldanmasınlar? Yəni, ola bilər ki, kimlənsə müqavilə bağlaya bilərlər, hər hansı bir ofisləri də üst tuta bilərlər, amma yenə də aldana bilərlər. Aldanmaq belə deyəndə, şəbəkə biznesi əslində onlayn, daha çox hal-hazırda onlayn işləyən bir biznes növüdür. Burada aldanacaq bir şey yoxdur. İnsan birinci diqqət eləməlidir. Məndən nə istəyirlər? Məndən istəyirlər ki, məsələn, bura pul qoymalısan. Misal üçün, nə qədər? Tutaq ki, 100 manat. Bu 100 manatın qarşılığında mən nə alacam? Qarantiyam budur. Mən bunu alıram, məhsulun zəmanəti var, mən itirəcəyim bir şey yoxdur. Sonraki şərtləri nədir? Oturur, tam ətraflı biznes plana baxır. Əgər görürsə ki, həqiqətən qanunidir, bütün hər şey qaydasındadır, ondan sonra onun aldanaz biləcək bir şey yoxdur. Dediyim kimi, əgər deyilirsə, çox pul qoysan, nə qədər çox pul qoysan, o qədər çox qazanarsan. Deyilirsə, oradan qaçsınlar dərhal. Bunun axırı yoxdur. Sonu yaxşı oldu. Bəli, o tələdir. Bu elə şey. Bir də mənə maraqlıdır. Şəbəkə biznesi şəhərdə yoxsa rayonlarda daha çox inkişaf edir? Şəbəkə biznesi hal-hazırda ən güclü deyərdim bizdə şəhərlərdədir. Rayonlarda marağı yoxdur, yoxsa? Rayonu var, rayonlarda da var. Onlayn işləyən xəttlər var ki, demək olar Azərbaycanın bütün bölgələrində onlayn şəkildə işləyirlər. Yəni orada mütləq ki, ofis olsun, mağaza olsun, anlayışına gərək yoxdur. Biraz əvvəl vurguladınız ki, bu biznesə qoşulub, uğur əldə etməyənlər var, hətta dediniz, aldıranlar var. Bəli. Aldıranlar var. Həmin o şirkətlərə, həmin şirkətlər yenə fəaliyyət göstərir sizin fikrinizcə, yoxsa? Bir neçəsi var ki, bir ikisi var ki, hal-hazırda da davam eləyirlər, amma dayanmaq üzrədirlər. Yəni, çox getməyəcək, çünki o çatdıra bilməz, nə qədər çox pul qoysan, o qədər pul ona da verir, ona da pul verir, bunu çatdıra bilmir və bankrot olur, gedir. Və bəzilərdə, əksəriyyəti də bir neçə, 1-2 il bundan qabaq
bütün xəbərlərdə də göstərildi, dövlət tərəfindən müdaxilə olundu, onlara aradan götürüldü həmin o piramida sistemləri. Yəni onlar çox getmir. Belə insanlar əsas aldanmasınlar, müqavilə bağlasınlar və ya şərtlərlə yaxından tanış olub sonradan şəbəkə biznesinə qoşulsunlar. Təşəkkürümü bildirirəm. Son fikirləriniz varmı? Ola bilər sizi izləyənlərə. Başqa heç bir belə deyə əlavə bir fikrim yoxdur. Hər kəsə uğurlar arzulayıram. Şəbəkə biznesi haqqında doğru, düzgün məlumat əldə etmək istəsələr, bizim də sosial şəbəkələrdə müraciət eləyə bilərlər. Köməklik göstərə bilərsiniz. Mütləq. Mən şərt deyil, mən hər dəfə demişəm, şərt deyil ki, gəlsinlər mənim şirkətimə üzv olsunlar. Xeyr, fərqi yoxdur. Onlara hansı şirkət rahatdır, orada işləsinlər. Amma düzgün, doğru çalışan şirkətlərə üz tutsunlar, aldanmasınlar ki, şəbəkə biznesinin adı ölkəmizdə batmasın. Təşəkkürümü bildirirəm Firuz bəy və inanıram ki, qısa da olsa şəbəkə biznesi haqqında bizə baxanlar geniş məlumatları əldə etdilər.